Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Möhtərəm izləyicilər, bir Ramazan gecəsində də, bir Ramazan meclisində, bir Ramazan söhbətində yenə də sizinlə bir yerdəyik. Bu günlər Həzrəti Peyğəmbərimiz Əleyhisselamın bir hədis-i şərifini sizlərə nəql etmək istəyirəm. Əvvələn onu bildirim ki, Həzrəti Peyğəmbərimiz Əleyhisselam Məkkə-i Mükerremədə Mədinə-i Münəvvərəyə hicrət etdikdən sonra ilk iş olaraq müsəlmanların bir yerdə ibadət etmələri, bir yerə toplanmaları üçün bir məscid inşa etmələrini Cəbrail Aleyhisselam təlim etdi. Peyğəmbərimiz Aleyhisselamın dəvəsi hara çöktüsə, bu rəvayətləri əksəriyyətini bildiyiniz üçün təfərrüata girmirəm. Həmin dəvənin çökmüş olduğu yerdə, yəni Qusva adlı Peyğəmbərimiz Əleyhisselam dəvəsinin çökmüş olduğu yerdə Peyğəmbərimiz Əleyhisselam sahabe-i güzü ilə Məscid-i Nəbəviyyə, Peyğəmbər məscidi adlı məscidi inşa etdilər. Peyğəmbərimiz Əleyhisselam sahabe-i güzünə nəsihət edəndə yerində ya oturan yerdə ya da ayaq üstə duraraq müsəlmanlara müraciət edirdi. Sahabələrinə vəz-u nəsihət edirdi. Müsəlmanların sayı çoxaldıqca arxa safda olanlar, yaşlılar, qadınlar Peyğəmbərimiz Əleyhisselamı daha yaxşı görsünlər deyə, daha yaxşı dinləsinlər, eşitsinlər deyə Həzrəti Peyğəmbər üçün bir xurma kötüyü gətirdilər. Və beləliklə Həzrəti Peyğəmbərimiz xutbələrini, müraciətlərini həmin kötüyün üstünə çıxaraq edirdi. Və müsəlmanların sayı daha da artdıqca və tələblər daha da müraciətlər Peyğəmbərimiz Əleyhisselama müraciətlər çoxaldıqca Peyğəmbərimiz Əleyhisselam üçün sahabələr 3 pillədən ibarət bir minbər düzəltdilər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o minbərə çıxıb vəz-i nəsihət edəndə kitabların yazdığına görə bir dəvə iniltisi kimi bir səs eşidildi. Və məlum oldu ki, bu səs həmin o xurma kötüyündən, hansı ki Peyğəmbər əvvəllər onun üstündə nəsihət edirdi, ondan gəlir. Bu hədis orada oturan minlərlə səhabənin eşitməsi və təvatürlə, yəni dildən dilə gəlməsi və sonradan bütün İslam coğrafiyasına ilk illərdə yayılması və bu məsələnin təsdiq olunması, sonra da kitablara düşməsi ilə bu hadisənin olması təvatürlə sabitdir. Yəni, heç kim bu mövzuda ixtilaf etməyib ki, bu hadisə olmayıbdır. O kötüyün inildəməsi səbəbilə Peyğəmbərimiz Əleyhisselam əmr edir ki, o kötüyü minbərin altına qoysunlar. Həmin xurma kötüyünün inildəməsinin səbəbi isə bütün aləm Həzrəti Rasulullah Aleyhisselama aşiq olmasındandır. Sən Mövludnamə kitabında biraz da ədəbiyyat dili ilə bunu zikr edir ki, fəxr-i aləm irdi üçün 40 yaşına, qondu pəs tac-ı nübüvvət başına, endi Qur'an ayət-ayət bəyyinat, zahir oldu neçə türlü mücizat, əvvəla ol ki mübarək cisminin, kölgəsi düşməzdi yerə rəsminin, nur idi başdan ayağa kölgəsi, bu əyandır nurun olmaz kölgəsi.
Peyğəmbərimiz əleyhissalam bədəni məsəl üçün nur idi. Təprədəcək dodağın olmahı vəş, təprənirdi göydə həm ayı günəş, inci dişlərin şüaindən gecə yolda yürürdü igidlər, qocalar. Və bu minvalla Peyğəmbərimiz əleyhissalamın möcüzələri zahir olurdu. O möcüzələrdən birisi də budur ki, məxluqat ona aşiq idi və o kötüyü Peyğəmbərimiz əleyhissalamın ayrılığına, hicranına, dəvə kimi nərildəməklə, ah çəkməklə öz sevgisini izhar edib. Və Peyğəmbər də bir vəfalı dost kimi təkcə insanlara yox, eyni zamanda əşyalara da o kötüyü minbərin altına, içinə qoyulmasını əmr edib ki, ikisinin də üstünə çıxmış kimi sayılsın. Üçüncü pilləyi çıxardı və xütbə iradə eləyərdi. Həzrət Rəsullahın ahirətə irtihalından sonra sallallahu aleyhi və səlləm onun ayrılıq acısına dözə bilməyən, onu qəlbində bir niskil kimi yaşadan Həzrəti Əbu Bəkir Peyğəmbər əleyhissalamın çıxmış olduğu üçüncü pilləyə çıxmayıb, ikinci pillədə həmişə vəz veribdir. Və Həzrəti Əbu Bəkirdən sonra Həzrəti Ömər birinci pilləyə çıxıb, deyib ki, Əbu Bəkir Peyğəmbərin xəlifəsi idi, mən fəzilət baxımından ondan aşağıyam və Peyğəmbərin xəlifəsinin oturduğu yerdə oturmağa ədəb eləyirəm, utanıram və birinci pillədən vəzi nəsihət eləyərdi. Həzrəti Osman xəlifə seçildikdən sonra Peyğəmbərimiz əleyhissalamın sünnəsini ihya etmək, diriltmək, yeniləmək məqsədi ilə Peyğəmbərimiz əleyhissalamın çıxmış olduğu üçüncü pilləyə çıxır və beləliklə o minbər uzun illər müsəlmanlara, səhabələrə müraciət tribunası kimi istifadə olunubdur, xidmət edibdir. Belə rəvayət olunur ki, Kəb ibn Ücrə adında bir sahabə, Allah ondan razı olsun, rəvayət eləyir. Peyğəmbər əleyhissalam bir gün məscidə gəldi və həmin minbərə yaxınlaşdı və bizə də əmr etdi ki, yaxına gəlin. Sahabələr məsciddə bəzən zikir meclisləri, bəzən elm meclisləri qurardılar, pərakəndə oturardılar, namazda bir yerə gələrdilər. Amma namaz vaxtı olmadığından, pərakəndə olduqlarından Fəxr aləm Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sahabə-i güzinə yaxın oturmaqlarını əmr eləyir. Sahabələr yaxına gəlirlər və Peyğəmbərimiz əleyhissalam həmin o minbərin birinci pilləsinə çıxaraq əvvəllər etmədiyi bir şəkildə minbərə çıxmış olur. Yəni birinci pilləyə çıxır, amin deyir. İkinci pilləyə çıxır, bir qədər duraqlayır, yəni sükut eləyir, amin deyir. Üçüncü pilləyə çıxır, amin deyir. Və minbər, söhbət, mövzə tamamlandıqdan sonra sahabələr Peyğəmbərimiz əleyhissalama sual eləyirlər ki, ya Rasulullah, bu günləri siz əvvəllər etmədiyiniz bir iş etdiniz. Minbərə çıxa-çıxa hər pillədə amin, amin, amin dediniz 3 kərə. Buna səbəb və hikmət nədir? Aləmlərə rəhmət olaraq göndərilən sərvər-i kainat Peyğəmbərimiz sallallahu aleyhi və səlləm cavab verir ki, sahabələrinə. Bunda şübhə yoxdur ki, Cəbrail əleyhissalam mənə göründü. Mən minbərə çıxdıqca mənə göründü və mənə belə dedi ki, mən birinci pillədə olanda Ramazan ayına yetişib, Ramazan ayındakı rəhmətdən, məğfirətdən, güzəşlərdən istifadə etməyib. Özünü bağışlatmayan adam Allahın rəhmətindən məhrum olsun
Peyğəmbərimiz də amin deyib. İkinci pilləyə çıxanda yenə Cəbrail mənə dedi ki, atası, anası və yaxud da ikisindən birisi onun yanında qocaldığı halda onlara xidmət səbəbi ilə özünü Allaha bağışlatmayan Allahın lütfündən məhrum olsun. Peyğəmbərimiz də amin deyib. Və üçüncü pilləyə çıxanda sən adın çəkildiyi yerdə sən adını eşidib sən üzərinə salavat-i şərifə gətirməyən cənnətdən məhrum olsun. Peyğəmbərimiz əleyhissalam özü ilə əlaqəli olduğu üçün və ümmətlə də çox şəfqətli olduğu üçün hər nə qədər amin demək istəməyibsə də Cəbrail əleyhissalam Peyğəmbərimizin yaxasından tutub və onun amin deməsini təkidlə tələb edib və Peyğəmbərimiz əleyhissalam da amin deyib. Deyir ki, Cəbrail mənə bu üç pillədə bu səbəblərlə gəldi və mən də amin dedim. Bu hədisi alimlərimiz təhlil edirlər, şərh edirlər və biz Ramazan ayında olduğumuz üçün bir qədər söhbətə münasib şəkildə bunu təhlil etsək, yəni hədisin üçüncü qismindən başlayaq. Peyğəmbərimiz əleyhissalatü vesselam şəfqət dolu, mərhəmət dolu bir Peyğəmbərdir. Allah Teala Qur'anda buyurur ki, sizin başınıza bir şey gəlmək, onu çox üzər. İnsanların arasında ədaləti, musavatı, insanların arasında sülhü, əmniyyəti, afiyyəti təbliğ edən, olmasını istəyən, onların xoş gününə özü də xoşbəxt olan bir insan. Bu yaxınlarda bir məsələni oxudum ki, Həzrəti Əbu Bəkir, Allah ondan razı olsun, Peyğəmbər əleyhissalamın evinin yanından keçəndə içəridə yüksək səslər eşidir. Həzrəti Əbu Bəkirin qızı Ayşə anamız da, Allah ondan razı olsun, Peyğəmbər əleyhissalamın xanımı olması səbəbilə gələn səsin birisinin qızının olduğunu anlayır və icazə istəyərək evə daxil olur. Və məlum olur ki, Həzrəti Ayşə ilə Peyğəmbərimiz əleyhissalamın arasında bir mövzu barəsində mübahisə var. Həzrəti Peyğəmbərimizin evinə daxil olan Həzrəti Əbu Bəkir bu mübahisəyə, bu münaqişəyə qızının səbəb olmasını görür, hiddətlənir, təəccüblənir və Peyğəmbərimiz əleyhissalam təbəssüm edərək deyir ki, ya Ayşə, ya Xumeyrə. Xumeyrə ceyranım deməkdir. Peyğəmbərimiz əleyhissalam öz xanımına, Ayşə namıza ceyranım deyə müraciət edərdi. Ya Xumeyrə, qoy sənin atan bizim bu mübahisəmizin hakimi olsun, deyir. Həzrəti Ayşə isə belə deyir. Bax, öz xeyrinə danışma, düzünü de. Peyğəmbərimizə belə müraciət edir. Həzrəti Əbu Bəkir bundan çox hiddətlənir, deyir ki, Ayşə, sən nə demək istəyirsən? Demək istəyirsən ki, Peyğəmbər yalan da danışa bilər və ya ədalətsiz də danışa bilər və əlini qaldırır ki, onu tənbəh etsin, vursun. Həzrəti Rasulullah Aleyhisselatü Vesselam havada Həzrəti Əbu Bəkirin əlini tutur. Deyir ki, o mənim xanımımdır, yəni mənim evimdə vurma. Və Həzrəti Əbu Bəkiri evindən yola salır. İndi necə deyim, bizim ağlımıza qalsa, hər nə qədər də onların yolunda özümüzü hesab etsək də, belə bir hadisədən sonra çox ciddi tədbirlər görərdik evdə. Bir qadın kişinin nüfuzunu, avtoritetini evdə sındırmamalıdır. Atası beləsə, atasının yanında onun xatirini, hörmətini hər daim əziz tutmalıdır.
Amma Həzrət Ayşə Peyğəmbərimizin Aleyhisselatü Vesselamın ehtiramını atasının yanında gözləmədiyi üçün, Həzrət Əbu Bəkir də bundan pərt olduğu üçün orada çox tədbirlər ola bilərdi. Amma Həzrət Peyğəmbərimiz Aleyhisselam Həzrət Əbu Bəkir yola saldıqdan sonra evə qayıtır və təbəssüm edərək Həzrət Ayşəyə deyir ki, gördün səni atanın əlindən necə aldım, mən olmasaydım sən döyərdi ya. Budur. Və innəkə alə xulqin azim. Mən səni ən gözəl, yüksək əxlaqın, tərbiyənin üzərinə xəlq etmişəm, deyir Qur'an-ı Kərimdə Allah Əzzə və Cəl Həzrətləri. Və ailəsində olduğu kimi hər yerdə Peyğəmbərində şəfqət və məhəbbət sahibi olduğundan ona görə kiminsə incinməsini, ona görə kiminsə əziyyət çəkməsini istəməzdi. Hətta başqa bir rəvayətdə Peyğəmbərimiz Məkkəni fəth edəndə Peyğəmbərimiz Əleyhisselam üçün şeirlər yazıb onu gülüncə qoyan, onu təhqir eləyən, onun nüfuzunu Məkkədə şeirlər deyərək küçələrdə, bazarlarda alçaldan şair qorxusundan Məkkədən qaçır. Tam gəmiyə minəcəyi bir vaxtda onun əqrabasından müsəlmanlığı qəbul edən birisi Peyğəmbərimiz Əleyhisselamdan ya Rasulullah onu gətirsəm onu bağışlayarsınızmı deyib Peyğəmbərdən söz alır, vəd alır. Tam o qaçıb gəmi ilə Ərəb yarımadasından uzaqlaşmaq istədiyi anda onu yaxalayır və Peyğəmbərimiz Əleyhisselamdan onun üçün bir güvəncə, bir söz aldığını ona bildirir və Peyğəmbərin huzuruna getirir. Aləmlər rəhmət olaraq göndərilən Peyğəmbər Allahın onu müdafiə etməsi üçün, onu qoruması üçün Bədir savaşında göydən mələkləri şəninə göndərdiyi bir Peyğəmbər 8 il öncə Məkkədən təhqir olunaraq, saçı yonlaraq, saqqalı dartılaraq, cürbəcür həzəyanlarla, ölüm təhlükəsi ilə, ölüm təhdidi ilə Məkkədən çıxıb müharibəsiz, filansız, sülh və əmniyyət içində Məkkəyə qayıdan Peyğəmbər və qarşısında bu 8 ildə və ondan da əvvəlki illərdə 13 il Məkkə dönəmində onun nüfuzunu zədələyən, onun dəvətinə, onun məktəbinə zərər yetirən, şəxsiyyətini alçaldan, ərəblərdə şeir demək çox yüksək bir şeydir. Yəni, şeir üsulu ilə Peyğəmbərimiz Əleyhisselamı yalancı və s. deyən birisi və tam əlində onu cəzalandıracaq bütün imkanlar var ikən Peyğəmbərimiz Əleyhisselam üzünü ona çevirir və deyir ki, o şeiri necə yazmışdın bir deyə, o da utandığından başını aşağı salır və demir. Üzünü çevirir Həzrəti Əbu Bəkirə Peyğəmbərimiz Əleyhisselam deyir, ya Əbu Bəkir, o şeir necə idi? Həzrəti Əbu Bəkir ərəb filoloqudur və o şeiri əzbərə bilir və o cümlələrdəki ciddiyyətlə hansı sözlər işlənməlidir, hansı sözü orada işlənsə Peyğəmbər daha çox ağrıyar, daha çox ziyan olar. Çox istirab və əzabla yazılmış, deyilmiş olan o şeiri təkrarlamağa başlayır, oxumağa başlayır və bir-iki beyt deyəndə Peyğəmbərimiz Əleyhisselam Həzrət Əbu Bəkirin ardınca o şeiri təkrarlayır və həmin o şairə baxır. O da ölür xəcalətində. Amma Peyğəmbərimiz Əleyhisselam onu bağışlayır. Düşmənini bağışlayır. Və ona kəlmə-i şahadə təlqin edir
və müsəlman olaraq müsəlman torpaqlarında yaşamasına icazə verir. Bu rəvayət ardı da var, amma mövzumuzla əlaqədar bu qədər kifayət. Sadəcə Peyğəmbərimizin onun səbəbi ilə heç kimin ölməməsi, onun səbəbi ilə heç kimin əziyyət çəkməməsinə çalışan bir şəxsdir. Çox sayda müharibələrdə iştirak etsə də, amma heç bir müharibədə bir nəfər də olsa onun əlindən insan ölməyib. Yəni müharibədə insan öldürməyibdir. Amma Cəbrail əleyhissalam gəlir, ölmək bu işin qabağında yaxşıdır. Onun yaxasından tutaraq tələb edir ki, sən adın çəkilən yerdə sən üzərə salavat gətirməyən adam Allahın lütfündən məhrum olsun. Bəzi kitablarda lənət olsun deyir. Peyğəmbərimiz əleyhissalam təkid olduğu üçün, onda bir səbəb də hikmət olduğu üçün və Peyğəmbərimiz əleyhissalam bu ümmətin başçısı kimi qəbul etməyən, onu saymayan, onun sevgisi, mühəbbəti, onun ideyalar, onun həyatında, ailəsində, düşüncələrində olmayan bir adamın bəlkə də cəhənnəmə düşməsi lazımdır ki, Peyğəmbərimiz də, Cəbrail də bu işə razılıq verirlər. Peyğəmbər də amin deyir bu razılığa. Ata, ana isə Allah-u Teala'nın vermiş olduğu ən böyük nimət. Allah Teala hər bir insanı atasından, anasından xəlq edib dünyaya gətirir. Və atanın duası Peyğəmbərin qövmü üçün olan duası kimidir buyurur. Ananın ayağı Kəbənin eşiği kimidir. Qapısının eşiği kimidir. Hədisdə buyurur. Onların duasını qazanan insan dünyada hər şey qazanmışdır. Ata anasına təmənnasız xidmət eləyən adam onların rızasını qazanıbsa, amma Allah Teala'ya qarşı bir qədər itaatində, ibadətində korşallıq göstəribsə də, Allah-u Teala ata anasına xidmət səbəbilə ona əfv eləyəcək. Yazılıb Hüccətül İslam kitabında. Amma çox ibadətlər edib, amma ata anasını özündən narazı salan evladın dünya axirətdə yeri yoxdur. Onlara xidmət etmək elə bir savabdır ki, mümkün deyil ki, ata anasına xidmət edən adam bağışlanmamış olsun. Mütləq bağışlanacaq. Allah-u Teala birinci özünə şükr etməyi, sonra da valideynlərə təşəkkür etməyi Quran-ı Kərimdə əmr edir. Amma bir insanın ata, anası və ya ikisindən birisi onun yanında qocalıbsa, onun yanında yaşayırsa, o onları həyatda görübsə, onlara xidmət etmək şansı olubsa, amma buna etinasız qalıbsa, Cəbrail əleyhissalamı Allah göndərir, Peyğəmbərimiz əleyhissalama minbərdə o adam ki, lənət oxutdurur. Allahın cənnətindən məhrum olsun, amin de. Peyğəmbər də amin deyir. Bəzən də görürsən, indiki zamanımızın insanları niyə kasıblıqdır, niyə canım ağırtır, niyə ruzumda bərəkət yoxdur, uşaqlar niyə sözümüzə baxmır, zamanə niyə belə olub, çox səbəblər var. Səbəblərin ən mühümlərindən birisi də nə böyüklər özlərinin böyüklük avtoritetini qoruyub saxlamırlar. Öz böyüklərin, valideynlərin hələ özlərini oğul uşaq kimi aparırlar. Nə də ki, evladlar evlərində valideynin heybətini, ağırlığını, valideynin olmağını hiss etmirlər. Və
Ya pensiya kartına görə, ya evlər onun adına keçirsin deyə, və yaxud da bunun kimi şeylər üçün nəyə görəsə valideynlərinə baxmaq, onlara xidmət etmək düşüncəsində olduqlarından ömürlərinin axırlarına qədər xeyir tapmırlar. Nə də axirətdə yoxdur. Cənnət onlara qismət olmasın. Həm Allahın, Cəbrail əleyhissalam öz başına gəlməz ki, onda Allah göndərib. Həm Allahın, həm Cəbrailin, mələyin, həm Peyğəmbərin bədduasına müstəhəq olurlar. O ömründən, qazancından, evladlarından, evindən nə xeyir tapar ki? Diqqət olunmalı, mühüm məsələ. Və üçüncü məsələ, Ramazan ayında özünü bağışlatmayan insan əlaqədar. Yəni də xatırladıram ki, Ramazan ayında Allah-u Teala qullarını bağışlamaq üçün onlara bir şans verir. Onların kamil insan olması için, Allah'ın sevgili kulu olması için, paklaşması için, ülbüləşməsi için bir onlara şans verir. Allah-u Teala insan ruhlar aləmində doğulmamışdan əvvəl günahsız və pak yaradıb. İnsanlar ana bətnində də məsum və günahsızdırlar. Dünya doğulduqdan sonra da uşaq olduqları müddətcə yenə də o paklıqları davam edir. Baxmayaraq ki, bir uşaq ana bətnindən dünyaya gəlir. Əslində ondan xoş olmayacaq qoxular, diksindirəcək hallar zahir olmalıdır. Amma o körpə uşaqdan gələn o insanın könlünə fərahlıq gətirən, şadlıq gətirən o qoxu cənnət qoxusudur, səmanın qoxusudur. Gəlmiş olduğu ruhlar aləminin qoxusudur. Günahsızlığın qoxusudur. Günahsızlıq, paklıq o qədər gözəldir, o qoxu qədər gözəldir. Amma insan böyüdükcə əlinə gələni yeyir, ağzına gələni deyir, o paklığını, o saflığını, o ülviyyətini itirir. Allah Teala belə yaratıb, yəni buna münasib yaratıb ki, insan xeyirlə şərin mücadiləsi nəticəsində kamilləşəcək. Nə qədər günahımız varsa, Allah bu nəzərə alır, çünki biz onun bəndələri bizi o elə yaradıb. Amma etmiş olduğu səhvlərin bağışlanması üçün şans verir. Bu şanslardan birisi Ramazan ayıdır. Yenə xatırladıram. Şeytanlar bağlanır, zəncirlənir, səmanın qapıları açılır, cənnətin qapıları açılır, yəni müsbət enerjilər səmadan, kosmosdan üzərimizə nazil olur. Cəhənnəmin qapıları bağlanır, bütün ətrafımızda olanlar, mələklər, ağaclar, heyvanlar, sudakılar, səmadakılar, torpaqdakılar, cümlə məxluqat ümmət-i Mühəmməd üçün istiğfar eləyir, xeyr dua eləyir və nəhayət Qədir gecəsi gəlir. Hər iftarı vaxtında 1 milyon insan bağışlanır. Qədir gecəsində mələklərlə təmas, onlara toxunmaq, onlarla salamlaşmaq prosesi olur. Və bayram namazına çıxanda da bağışlanır bütün o namaza gələn insanlar. Biz keçən dərsimizdə deyir, Allah Teala Musa Peyğəmbərə deyir ki, yoldasansa dala qayıt, belə sənə bir şans qismət olsa Mühəmməd ümmətindən olmaq. Xəstəsənsə kimsə sənə kömək eləsin, oğul uşağı al və bayram namazına çıx, meydana çıx. O vaxtda əsasən namazlar meydanlarda, çünki kütlə çox olduğu üçün, qadın uşaqda olduğu üçün meydanlarda qılınırdı. O müsəllaya çıx. Belə bir şans var ikən, bir insanın bağışlanmaması mümkün değildir. Bu qədər rəhmətin içərisində bağışlanmamaq mümkün değildir. Bu, yağışın altında dayanıb islanmamaq kimi bir şeydir. Bağışlanmamaq üçün
bir insan Allah'ın əleyhində müteşekkil cinayet etmesi lazımdır. Cinayetkar olmalıdır ki, müteşekkil, təşkil olunmuş. Ki, mən bağışlanmaq istəmirəm, sənin acığına mən bu cinayətləri, bu günahları edirəm. Və yaxud da ki, bir insanın Allahın əleyhində tək başına 3-cü dünya müharibəsini etməsi lazımdır ki, Allah onu bağışlamasın. Bağışlanmamaq mümkün deyil. Amma bağışlanmayan insanlar olacaq. Mən qeyri-müsəlmanlarda barəsində heç bir şey demirəm. Müsəlmanların içərisində güya dini mərasim demiş, kimsə ölüsü üçün ehsan verir və Allah oruç tut dediyi halda günün gündüz çağında Bozbaş badiyasına vurulan qaşıqların səsi cəng meydanının səsini xatırlatır. Başda da molla olmaqla. Belə insanlar bağışlanmaz. Allahın yerinə danışmayayım. Allah tövbə qismət eləsin, istiğfar qismət eləsin. Amma bu Allaha qarşı böyük bir dirənişdir ki, məni bağışlama. Və əgər bağışlanmasa belə bir qul, əlbəttə ki, o Peyğəmbərin minbərində, məscidin içində, Peyğəmbərin ağzıyla, Cəbrail əleyhissalamın gəlməsiyle, Allahın da göndərməsiyle lənətə layiqdir. Bu da əlbəttə ki, mənim sözüm deyil də, biz də kitabdan sizə deyirik bunu. Hakim Əl-Müstədrəkdə məsəl üçün, Beyhaqi məsəl üçün bu hədisi, Əhməd İbn Həmbəli bunu kitabında deyir. İbn Hüzeymə bunu öz kitabında yazır və s. O səbəbdən də Allahın rəhmətindən sui-istifadə etmək olmaz. Peyğəmbərimiz əleyhissalamın şəfqətindən ondan oynamaq olmaz. Həyatımızla belə zarafat olmaz. Allah Azze ve Celle Həzrətləri bizlərə paklaşmaq üçün, mələkləşmək üçün, mələklər kimi saf olmaq, günahsız olmaq, məsum olmaq və keçən söhbətlərimizdə də demişik, bundan sonra da inşallah qeyd edəcəyik, Ramazanı tutmaqda məqsəd təqva sahibi olmaqdır. Yəni, insan o qədər paklaşır ki, Allahla arasındakı olan dostluq artır. Bundan istifadə eləməyən insanlar əlbəttə ki, bu hədisdə qeyd olunan müsibətə düçar olurlar. Allah-u Teala axir aqibətimizi xeyr eləsin və Peyğəmbərimiz əleyhissalamın mən qardaşlarını görməyi çox arzu edirəm. Sahabilər də soruşanda biz sənin qardaşların deyilikmi? Peyğəmbər əleyhissalam buyurur, siz mənim sahabələrimsiniz. Mənim qardaşlarım məni görmədikləri halda mənə inanan kimsələrdir. Demiş olduğu zümrə-i salihinə Allah bizi daxil etsin. Nəinki lənətə gələn. Esselamu aleykum və rəhmətullah.